Axşamınız xeyir, qrup əhli. Hər kəsin axşamı xeyirli olsun. İnşallah ki, hamınız yaxşısınız. Bugün biznes haqqında olan təlimimizdir və çox gözəl mövzulardan birini bizə həvalə edib rəhbərlərimiz sağ olsunlar və onlardan öyrəndiklərimiz, özümüzün tətbiq etdiklərindən bugün sizlərə məlumat verəcəyik. Əslində mövzu çox genişdir. Biznesdə gecikmə səbəbləri. Mövzu çox genişdir, çox ətraflıdır. Bir şey ki, biz bu məsələləri bir neçə offline təlimlərdən və silsilə onlayn təlimlərdən öyrənmişik. Xanımlar, xahiş edirəm, mikrofonlara nəzarət edin. Aha. Demək, bugünkü mövzumuzu biz uzun müddət offline və onlayn təlimlər əsasında öyrənmişik və hətta bizim rəhbərimiz Aydan xanımın silsilə təlimləri var. Və bugün qısa müddət ərzində bu gecikmə səbəbləri haqqında mən və kolleqalarım məlumat verməyə çalışacağıq. Mövzu genişdir, ona görə də mümkün qədər çox məlumat verməyə, az vaxtda çox məlumat verməyə çalışacağam. Demək, biznesimizdə, xüsusilə şəbəkə biznesində gecikmə səbəbləri əslində çoxdur. Lakin bunları bir neçə punktlar əsasında cəmləşdirərək, bunları 7-8 punkt arasında bildirə bilərik. Yəni sizə nəzərinizə çatdıra bilərik. Bunlardan birincisi və ən əsaslarından biri deyərdim ki, qeyri-ciddilikdir. Adından da bilindiyi kimi qeyri-ciddilik bütün sahələrdə öz ziyanını, öz fəsadını göstərir. O cümlədən də bizim şəbəkə biznesində. Ümumiyyətlə bizim biznesdə qeyri-ciddiliyin yaranmasında bir neçə səbəb var. Birinci növbədə bizim öz işimizi, yəni şəbəkə biznesində biznes qurmaq məsələsini digər işlərlə müqayisə etsək, digər işlərdə necədir? Müəyyən vaxt çərçivəsində sən işdə olmalısan. Bəzi işlər var ki, ümumiyyətlə icazə almaq mümkün deyil. Bəzi işlər var ki, icazə almaq üçün bir neçə instansiyadan keçməlisən və bu da həm vaxt itkisidir, həm də sənin istədiyin vaxtda icazə ala bilməmən üçün bir problemdir. Amma bizim işdə biz özümüz öz saatımızı dəqiqləşdiririk, işləmək istədiyimiz vaxtımızı özümüz təyin edirik və bu bizə geniş imkanlar yaradır. Digər işlərdə necədir? Digər işlərdə qeyri-ciddilik mümkündür. Yəni qəbul edilməz bir məsələdir. Çünki əks təqdirdə sən işini itirmiş olacaqsan və işin müqabilində əldə edəcəyin kiçik bir məbləği, məvacibi itirmiş olacaqsan. Amma bizim işdə necədir qeyri-ciddilik? Qeyri-ciddilik olarsa, sən böyük bir biznesin, yəni qlobal bir biznesin bir hissəsi olmağı itirmiş ola bilərsən. Yəni sənin üçün geniş imkanlar açan bir şirkətin imkanlarından istifadə etmədən sən hər şeyi itirmiş ola bilərsən. Yəni öz gələcəyini qurmaqdan bir növ faydalana bilməyəcəksən. Qeyri-ciddiliklə bağlı. Bu belə deyək, dövlətçi və yaxud da qeyri-dövlət işində, yəni dövlət sektorunda, qeyri-dövlət sektorunda işləyənlərlə bizim müqayisəmiz. İndi gəlin ənənəvi bizneslə bizim biznesdəki biraz fərqi izah edin və qeyri-ciddilik bu fonda biraz izah edin. Ənənəvi biznesdə necədir? Mütləq şəkildə ənənəvi biznesə başlamaq üçün bizim əlimizdə küllü miqdarda pul olmalıdır. Bəli, küllü miqdarda. Çünki biz bilirik ki, adi xırda bir biznesi açmaqdan ötürü bir neçə yerlər var ki, biz oradan qeydiyyatdan keçməliyik, vergi verməliyik. Düzdür, vergi bizim də şirkətdə mövcuddur, amma müəyyən çərçivələr daxilində. Amma biznes sahəsində olanlar və yaxud da ətrafında olanlardan biz bilirik ki, legal və qeyri-legal, yəni ödənişlər məsələləri, bunun işçilərə verilən maaşı, pullar, işıq pulu, yer pulu, daşınma pulu, bütün bunlar hamısı müəyyən mənada küllü miqdarda pul istəyir insandan. Və insan bu yatırımı etməkdən başqa
öz vaxtını da ora yatırım edir. Necə yatırım edir? Bütün vaxtını. Əgər sən hər hansısa bir biznes qurmusansa, ödəniş eləmisən, belə deyək, maya qoymusan və o mayanı oradan çıxartmaq istəyirsən. Sən nə etməlisən? Daimi şəkildə o biznesin üzərində dayanmalısan. Yəni bir gün sən o bizneslə nəzarət etməsən, əlbəttə ki, qarşılıqlı ola bilər. Məsəl üçün, işçilər nəzarətsiz qala bilər və yaxud da tutalım ki, qısa bir nümunədə izah eləyək ki, bir mağaza açmışıq, qadın paltarları olan bir mağazadır və bir neçə işçi var. Tutalım ki, bir gün oldu, işçilərin heç bir işə çıxa bilmədi. Məcbursan o işdə qalmağa. Həmin gündə sənin bir işin var, müəyyən bir yerə getməlisən və yaxud da ki, belə deyək, həmin yerdə deyilsən, həmin şəhərdə deyilsən. Onda nə olacaq? Əlbəttə ki, xaos olacaq və bir gün həmin mağazanın işləməməyi sənə böyük bir ziyan vura bilər. Bundan başqa, sən işdə olmayanda müəyyən mənada bizim insanlarda belə bir xüsusiyyət var. Nəzarət olmayanda dağınıqlıq olur. Bu insan psixologiyasıdır bu əslində. Və bütün bunların fonunda əgər bu işə qeyri-ciddi yanaşılarsa, axırda nə olur? Əlbəttə ki, ziyana uğrayır həmin insan. Bəs yaxşı, bizim işimizdə belə bir məsələdə necə olur? Yəni biz daimi öz biznesimizi nəzarətdə saxlayırıqmı? Bəli, saxlayırıq. Müəyyən mənada saxlayırıq, nəzarətdə saxlayırıq. Amma biz ola bilər ki, məsəl üçün bu gün şəhərdə deyilik, kənara getmişik, bir rayona getmişik və yaxud da ki, bu gün bir xeyir işimiz var, başımız qarışıb. Bizim biznesimiz dayanır onda? Xeyir, dayanmır. Günün sonunda biz öz informasionikimizə baxanda nələr görürük? Müəyyən alış-verişlər olub, komandada iş gedib. Bu neyin nəticəsidir? Digər işlə bizim işimizin rahatlığının nəticəsidir. İndi gəlin biz öz işimizdə qeyri-ciddilikdən danışaq. Ümumiyyətlə, qeyri-ciddilik deyildikdə bu bir növ, mən hər zaman deyirəm ki, qeyri-ciddilik həm də tərbiyənin bir hissəsi, bir alt təbəqəsi, belə deyək, ola bilər. Bu nə mənada? Çünki qeyri-ciddilik əgər bizim işimizdə olarsa, birinci növbədə bu özünü nədə göstərə bilər? Plansızlıq və sistemsizlikdə. Yəni, əgər biz işimizə plansız yanaşırıqsa, sistemsiz yanaşırıqsa, əlbəttə ki, bu qeyri-ciddilikdən xəbər verir. Məqsəd yoxdur və yaxud da ki, ümumidir məqsəd. Bir məsələ var ki, vaxtım olanda edərəm, vaxtım olanda baxaram. Gündəlik plan tutulmur. Baxın, bu qeyri-ciddiliyi göstərən əsas nüanslardan biridir. Bundan başqa, davamlılığın olmaması. Nə zaman əhval-ruhiyyəmiz var, işləyirik, əhval-ruhiyyəmiz yoxdur, uzun müddət bir fasilə veririk. Bir gün aktiv oluruq, uzun müddət fasilə veririk. Motivasiya olanda işləyirik, motivasiya aşağı düşəndə müəyyən bir sükuta qərq oluruq. Başqa, öyrənməyə laqeydlik, yəni qeyri-ciddilikdən xəbər verən bir neçə öyrənməyə laqeydlik. Şəxsən mənim öz komandamda çox güclü bəndlər olub ki, onlar işi öyrənməyə qeyri-ciddilik göstərdiklərindən dayanıblar. Çünki qeyri-ciddi yanaşıblar. Məsuliyyəti öz üzərinə götürməmək. Bax, bir məsələlərdən qeyri-ciddiliyin bir alt punktlarından biri də məsuliyyəti öz üzərinə götürməməkdir. Baxın, bizim işimiz necədir? Bizim işimiz məsuliyyəti dərk edən insanlar daha çox burada uğur qazanırlar. Niyə görə? Çünki insan psixoloji olaraq, ruhən olaraq daha çox rahatlığa meyilli varlıqdır. Və harda rahatlıq görürsə, ora can atır. Digər işlərdə necədir? Müəyyən saatdan müəyyən saata qədər işdə olursan və gün ərzindəmi, həftə ərzindəmi müəyyən plan çərçivəsində işi görürsən və ay sonunda məvacibi alırsan. Bu, məsuliyyəti digərlərinin üstünə yıxıb, özün komfort zonası yaradıb qazanc əldə etməkdir. Amma bizim işimizdə necədir? Məsuliyyəti öz üzərinə götürəndə necə olur? Sən dərk edirsən ki, böyük bir şirkətdəsən və şirkətin sənə təqdim etdiyi imkanlardan yararlanmaq istəyirsən. Və bu zaman sən artıq özün öz işini qurmağa cəhd edirsən və həmin komfort zonadan çıxırsan,
öz istəkləri və öz rahatlığı müəyyən mənada bir balaca aşağı və çətinliyi bir balaca, çətinlik demək, zəhməti bir balaca qaldırırsan. Çünki məsuliyyəti öz üzərimizə götürməklə biz təkcə özümüzü deyil, həm də ailəmizi, gələcəyimizi təmin etmiş oluruq. Bizim işimizdə də qeyri-ciddilik baxın həmin bu məsələyə mane olur. Yəni qeyri-ciddilik işimizə yanaşma bizim öz məsuliyyəti boynumuzdan atmamıza bərabərdir. Ümumiyyətlə bizim işimizdə qeyri-ciddilik qəbul olunmazdır. Çoxları bunu niyə görə bu məsələdə daha çox özünü göstərir? Çünki digər sadaladığım kimi digər işlərdə, digər bizneslərdə müəyyən bir məbləğ tələb olunur və o məbləği qoyan insan, verən insan məcburdur ki, özünü bir növ o məbləğlə motivasiya edir ki, mütləq şəkildə mən bura qoyduğum pulu çıxarmalıyam. Amma bizdə nə cür məsələdir? Heç bir məbləğ tələb olunmur, heç bir yatırıma ehtiyac yoxdur və insan artıq burada bir balaca qeyri-ciddilik kimi hiss edir. Düzdür, bu hər insana aid deyil. Burada qalıb, yəni günün bu günə qədər burada qalıb öz biznesini addım-addım olsa da inkişaf etdirmək istəyənlər artıq bunu başa düşmüş insanlardır və o qeyri-ciddilikdən uzaqlaşmış insanlardır. Biz başa düşürük ki, biz burada yatırımı məbləğlə, pulla deyil, vaxtımızla edirik. Yəni vaxtımızı dəyərləndirməyə çalışırıq. Burada heç bir itirmə məsələsi yoxdur. Əgər biz digər işdə, məsələn, işə girmək üçün müəyyən məbləğ pul ödəmişiksə, işdən çıxarılırıqsa, həmin məbləği itirmiş oluruq. Biznes yaratmışıqsa, biznesə qoyduğumuz pulu itiririksə, bu biz üçün böyük bir fəlakət ola bilər. Lakin biz burada özümüzə faydalı olan məhsulları istifadə etməklə, özümüzə lazım olan məhsulu, yəni özümüzə yatırım etməklə biz biznes qura bilərik. Çox insanı da baxın, həmin bu məsələ çaşdırır. Həmin bu məsələ bir balaca narahat edir. Məsəl üçün, ayına 350-400 manat maaş alan adamı dəvət etmişik və biz öz aylıq, yəni onun təsəvvüründəki kimi heç nə etmədən, əlbəttə ki, burada böyük bir iş gedir. Amma həmin o insanın düşüncəsində, çünki o hər gün səhər saat 9-dan, tutalım ki, ən belə minimum, yəni maksimum iş saatı deyim ki, saat 6-ya qədər bu adam işləyir və günün sonunda 350 manat, 400 manat maaş alır. Biz işlədiyimiz gün ərzində 1-2 saatı vurğulayırıq və həftə ərzində neçə gün özümüz üçün iş saatı təyin etmişik, onu izah edirik və öz məvacibimizi göstəririk, öz gəlirimizi göstəririk. Məvacib deməyək, gəlirimizi göstəririk. Həmin insanda nə yarana bilər, nə fikir yarana bilər? Çünki bu insanın aldığı məvaciblə bizim aldığımız məvacib və bizim iş strukturumuzla, iş quruluşumuzla onun iş quruluşu tərs mütənasibdir. Yəni bu insan tamamilə yəni bir-birinə əks məsələdir və bu insanda nə şübhə, nə belə qorxu yaranacaq? Burada neysə var, burada neysə düzgün getmir və insan artıq buna qeyri-ciddi yanaşmağa başlayacaq. Ona görə də hər zaman digər gecikmə səbəblərinə müdaxilə etmək istəmirəm, lakin burada bir məsələ çıxır ortalığa. Yəni qeyri-ciddilik nöqsanını aradan qaldırarkən biz mütləq şəkildə prezentasiyanı, işi öyrənmək səbəbləri ki var, bunları mükəmməl bilməliyik. Yəni qeyri-ciddiliyi yenə də vurğulayıram ki, bütün işlərdə olduğu kimi bizim işimizin də birinci növbədə düşmənidir. Qeyri-ciddi insan heç bir sahədə, yəni bütün sahələrdə olduğu kimi bizim sahəmizdə də, yəni şəbəkə biznesində də irəliləyə bilməyəcək. Çünki qeyri-ciddi yanaşma əlbəttə ki, gələcəkdə sənin qurduğun komandanı, əgər qura biləcəksənsə bu qeyri-ciddiliklə, qura biləcəyin komandada eyni nəticəni göstərəcək. Digər bir gecikmə səbəbi isə şübhədir. Demək, bizim şübhə əlbəttə ki, bilinir. Yəni çox adam bilir ki, şübhə nədir. Lakin bizim biznesimizdə şübhə deyildikdə 3 məsələ nəzərə çatdırılır. Yəni bu 3 məsələ hansıdır? Şirkətə qarşı şübhə,
məhsullara qarşı şübhə və insanın özünə qarşı olan şübhə. Ümumiyyətlə şübhə, Aydan xanım həmişə vurğulayır, bizim rəhbərlərimizdən həmişə eşitmişik ki, şübhə insan beynində olan bir tarakandır, bir həşəratdır. Və insanı həqiqətən nəinki işindən, hətta böyük-böyük məsələlərdən belə azdıra bilər. Çünki şübhə çox qorxulu bir məsələdir. Bizim işimizdə də, yəni şəbəkə biznesində də, sırf Cyber Wellness şirkətinin biznesində də şübhə əlbəttə ki, qorxulu məsələdir. Bunu biz necə aşıra bilərik? Yəni biz rəhbərlər və bizim komandamızda olan insanlar bunu necə öhdəsindən gələ bilərik? Əlbəttə ki, rəhbərlərimiz həmişə vurğuladığı kimi, negativi yuxarı, pozitivi aşağı ötürməklə. Əgər sənin hər hansı bir şübhən varsa, mütləq şəkildə bunu özündən yuxarıda olan rəhbərinlə, özündən yuxarıda olan nastavniklə məsləhətləşməlisən mütləq şəkildə. Əks təqdirdə həmin şübhə sənin özünü də şübhəyə salacaq və neqativə salacaq. İndi yeni gələn insandakı şübhədən danışaq. Yeni gələn insanda birinci növbədə şirkətə qarşı şübhə ola bilər. Tamam, bu real məsələdir, bu olan bir məsələdir. Çünki hər birimiz içi mən qarışıq bu şirkətə gələndə, şirkət haqqında ilk məlumatları eşidəndə istərsiniz qarışıq bir duyğulara yaşayırsan, qarışıq bir düşüncəyə düşürsən ki, həqiqətənmi bu şirkət dayanıqlı şirkətdir, möhkəm şirkətdir. Və sonradan sənə izah olunandan, özün axtarış aparmağından başa düşürsən ki, əgər bir şirkətin var oluşuna, dayanıqlı olmağına səbəb olan o möhkəm sütunlardırsa, yəni şirkət artıq, siz təsəvvür edin ki, 30 illik bir şirkətdən danışırıq biz. Bu şirkəti formalaşdıran, onu dayanıqlı eləyən, onun biznes sahəsi, onun məhsullara qarşı məsuliyyəti, öz işçilərinə qarşı məsuliyyəti, bütün bunlar o qədər mükəmməl şəkildə qurulub ki, şirkət hal-hazırda 30 ildir dünya bazarındadır və təkcə Avropa ilə məhdudlaşmayıb, Amerikanın özündə də var. Yəni bu şirkətin dayanıqlı olmağını biz izah edirik ki, qarşımızdakı insana. Əgər bir şirkət 5 ildən artıq dünya bazarındadırsa, bu o deməkdir ki, şirkət möhkəm özüllər əsasında qurulub. Şirkət haqqında məlumat verə bilərik. Şirkətin 96-cı ildən dünya bazarında olması və günü-gündən məhsullarının sayını artırması, müxtəlif istiqamətlərdə işlər aparmasını, müxtəlif xeyriyyə fondları yaratması, təbiətə qarşı münasibəti, bütün bunları vurğulamaq həmin qarşısındakı insanın şübhəsini tamamilə yox edə bilər. Əlbəttə ki, bu yenə də prezentorun, yəni biz rəhbərlərin öhdəsinə düşür. Tamam, şirkət haqqında şübhəni izah etdik. İndi məsələ qalır məhsul üzrə şübhədən. Məhsul üzrə şübhə daha çox nə ilə bağlıdır? Biz bilirik ki, bizim məhsullarımız sağlamlıq və gigiyena məhsullarıdır. Və sağlamlıq deyəndə bizim insanlarda nə təsəvvür yaranır? Mütləq şəkildə sağlamlıq məhsulunu ağ xalatlı həkimlər izah etməlidir. Yəni onlar bizə məsləhət görməlidir. Tamam, biz razıyıq, bəli. Nə məsələdir burada? Bizim məhsullarımızı istehsal edən adi insanlar deyil. Tibbi təhsili olan, tibb professorları, müxtəlif sahənin, yəni tibbin bir çox sahələri var ki, onları əhatə edən alimlər və professorlar bu məhsullar üzərində işləyir. Və onlar başa düşürlər, bilirlər ki, hansı bitki cövhəri, hansı bitki ilə və yaxud da ki, bitki özü, bitki hissəsi, müəyyən bitkilər və yaxud da ki, meyvələr hansı qədərdə, hansı dozada və hansı sistem altında insana tətbiq edilməlidir. Bu proqramlar əvvəldən tətbiq olunur, tərtib olunur və yüksək texnologiyadan hazırlanan bu məhsullar əlbəttə ki, onların nəzarəti altında çıxır. Və hazır proqramları biz məsləhətçilər nə zaman öyrənirik? Təlimlər əsasında öyrənirik və təlimlər əsasında öyrəndiyimizi, yəni nəzəriyyəni biz praktikada artıq möhkəmləndirmişik və ona görə də bizə inanmaq olar.
Həmçinin məhsulları çox rahatlıqla qəbul etmək olar. Çünki biz bunu məktəbdə və yaxud da ki, məktəbdə öyrənməmişik, özümüzdən icad etməmişik. Bunu hazır proqram şəklində bizə tərtib edən alimlərdən öyrənmişik. İndi sübut etmiş olduq ki, məhsullarımız sırf elə həkimlərdən bizə gəlir. Və yaxud da kosmetik vasitələr olsun ki, çox vaxt izah edəndə sual verirlər ki, siz kosmetoloqsunuz? Deyirəm, xeyr, kosmetoloq deyiləm. Dəri üzrə olan məhsulları, ümumiyyətlə gigiyenik üz baxım qulluğunu tətbiq edən, yəni uzun illər dəri problemini yaşamış insan kimi və bu şirkətin məhsulları sayəsində öz sağlamlığına qovuşmuş bir insan kimi mən də o təlimləri keçərək artıq bunları öyrənmişəm və ona görə də indi rahatlıqla hər dəri tipinə uyğun məhsulları izah edə bilirəm, onların istifadə qaydasını izah edə bilirəm. Bütün bunlar neyin sayəsindədir? Şirkətin bizi üçün təşkil etdiyi biznes plan əsasındadır. Bizim üçün təşkil etdiyi saytda yerləşdirdiyi müxtəlif təlimlər, müxtəlif proqramlar və rəhbərlərimizin vaxtilə öyrəndiyi proqramları, keçdiyi təlimləri bizlərə təlim kimi, dərs kimi keçməsi sayəsindədir. Bunu da izah elədik. İndi əsas məsələ özünə inan. Mən hər zaman vurğulayıram ki, şübhələr içində, yəni öyrəndiklərimdən deyirəm ki, şübhələr içində şirkət haqqında şübhə, məhsul haqqında şübhəni necəsə biz izah edirik, bir balaca da səriştəmiz varsa, qarşımızdakı insana biz bunu aşılaya bilirik. Lakin özünə şübhə bir balaca vaxt aparan və enerji aparan məsələdir. Niyə görə? Çünki əgər insan öz qüvvəsinə inanmırsa, mən bunu edə bilmərəm deyirsə, onu ayağa qaldırmaq, onu o vəziyyətdən çıxarmaq çox çətindir. Bunu necə edə bilərik? Müxtəlif özümüzdən qabaqda olan, belə deyək, rəhbərlərin, Azərbaycan üzrə olan digər komandaların rəhbərləri olsun, nastavnikləri olsun, yəni üzdə olan o şirkətin liderlərini həmin insanlara izah etməklə. Onların həyat uğur tarixçəsini danışmaqla, həyat fəaliyyətini biz onlara izah edə bilərik. Müxtəlif telefondamı, ya planşetdəmi, müxtəlif qısa-qısa roliklər şəklində bunu saxlaya bilərik və öz timsalımızda göstərsək, bəlli məsələ ki, dəvət etdiyimiz insan bizim nüfuz dairəmizdir və bizi bura tanıyıb gəlib. Və yaxud da ki, sizin komandada kimisə tanıyıb gəlibsə, əlbəttə ki, sizin haqqında artıq onu dəvət edən insan izah eləyib və siz öz tarixçənizi ona danışsanız, əlbəttə ki, bu insanda güvən artırmış olarsınız. Çünki mən etiraf edirəm ki, bizə öz qüvvəmizə inanmağı, biz temalarda dərsləri məktəbdə, universitetdə keçməyiblər. Yəni, mənə keçməyiblər ən azından. Özünə güvən, şəxsi inkişafla bağlı, bütün bunların hamısını mən bu şirkətə daxil olandan sonra təlimlər əsasında öyrənmişəm. Yəni, bu onu sübut edir ki, bizim təlimlərimiz təkcə şirkətin məhsulları haqqında biznes plan, bu rankda bu qədər gəlirim var, bu qədər komandan olmalıdır, bunları deyil. Həm də sənin inkişafını stimullaşdırır. Yəni, sənin inkişafında müəyyən mərhələləri adlamağına kömək edir. Və özünə inamı da, əlbəttə ki, biz həmin o şübhəni də mütləq şəkildə qaldırmalıyıq. Əgər insanın özünə şübhəsi varsa, mən sizə əmin edirəm ki, gec-tez o insan bu biznesdə gedəcək. Çünki bu biznesdə özünə güvənməyən, özünə güvəni az olan insanların yeri deyil. Və ona görədir ki, hər zaman vurğulayırlar ki, şəbəkə biznesi hamı üçündür, amma hər kəs burada uğur qazanmır. Mütləq şəkildə bu sadalanan məsələlərə diqqət etmək lazımdır. İndi isə sözü istəyirəm verim digər kolleqalarıma, digər gecikmə səbəblərindən də qısa-qısa onlar da məlumat versinlər. Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Axşamınız xeyir Sevinç xanım. Maşallah olsun Səbinə xanım. Hər zamanki kimi çox gözəl, ətraflı məlumat verdiniz. Aldığımız təlimlər həqiqətən də bizi biraz da olsa, şəxsən öz adıma deyirəm, puxtələşdirir. Və halal olsun bizim komandaya həqiqətən. Belə bir təlimlər hər bir komandada yoxdur.
Onu deyim. Siberian Wellness'də Azərbaycanda çox təmsil edən komanda var, amma bu komanda tamamilə başqadır. Halallığı, gözəlliyi, güclülüyü və eyni zamanda da savadlığı tam olaraq bəllidir. Mən də təbii ki, iki biznesimizi ləngitmənin iki əsasını deyəcəm. Birinci əsas odur ki, vision qurmaq. Təbii ki, hər bir sahədə olduğu kimi bir insanın gərək bir vision olur. Hara daxil olsa, istəyir işi ilə bağlı olsun, orada öcə artıq vision qurmalıdır ki, mən burada nə edəcəm, nə olacam mən burada. Ona görə də yeni gələn bir insan təbii ki, rəhbərinə qulaq asır. Rəhbərinin dediklərini sadəcə olaraq rəhbərinin dediyinə görə edir. Yəni, özünün bir vizyonu olmur, özünün bir fikri olmur. Əgər özünün fikri olmuş olsa, təbii ki, rəhbəri dediyi kimi, rəhbərinin xatirinə məqsəd yazmaz, özünün xatirinə, özü istədiyinə görə bir məqsədini yazar, özünü istədiyinə görə bu, belə deyək də, şirkətdə olduğunu bəlli edər və artıq onu da biləcək ki, həqiqətən də bəli, bunun burada işi var və bunun biznesi irəli gedir. Əgər dediyimiz kimi, bu dediklərimi etmirsə, yəni sadəcə olaraq rəhbər tələb edir ki, sən məqsədini yazasan, rəhbərin dediklərini sadəcə olaraq yazıb təlimə də gəlir, faktı, amma onu icra etmir. Təbii ki, bu bunun biznesində ləngiməni, belə deyək də, gətirib çıxardır. Ona görə də yavaş-yavaş biznesdən uzaqlaşır. Yəni, onun heç bir motivasiyası olmur. Burada ənənəvi bir biznesə də toxunmaq istəyirəm. İki usta insan, yəni ki, bir eyni işdə işləyən insanlardan söhbət gedir. İki insan bir yerdə işləyirlər. Məsələn, usta. Bir ustanın fikri sadəcə olaraq səhər-səhər durub, axşama qədər gedib işləyib və bir ay ərzində gəlirini götürüb ailəsinə dolandırmaq üçün. İkinci insanın isə fikri tamamilə başqadır. Qazandığı pulu hansısa bir yatırım etmək istəyir. Məsələn, məscid tikdirmək istəyir. Həmin insan, elə bil, iki iş yoldaşı söhbət edir, yaxınlaşır ki, sən nə üçün qazanırsan? Deyir, mən ona görə qazanıram ki, ailəmi dolandırmaq üçün. O birisinə isə sual verəndə deyir, mən də bu işimi işləyib, sadəcə olaraq məscid tikdirmək istəyirəm. Və məsciddə hətta onu belə vurğulayır ki, mən məsciddə xanımlar hansı hissədə, bəylər hansı tərəfdə olacaq, tamamilə onun da belə çertyojunu çəkmişəm, onu da belə xəyalını etmişəm ki, həmin belə məscid necə olacaq? Qapısı hara açılır, ondan sonra kimlər, belə deyək də, burada hansı işi görəcək, onların hamısını tam olaraq vizyonu qurur. Baxın, artıq bu insanın gələcəkdə bir izi olacaqdır. Təbii ki, hər kəs işləyir, hər kəs qazanır, amma heç belə deyək də öz ailəsi üçün, amma heç bir belə deyək, gələcəkdə bir yatırımı olmur, gələcəkdə bir iz buraxmır. Həmin məscidi düşünən, vizyonu quran insan təbii ki, həm özünün bir həyata keçirilən, yaşadığı halda bir insan kimi yaşayıb eyni zamanda bir iz buraxacaq, həm də savab qazanacaq, çünki bir iş görür. Ən azından işinin sayəsində bir iş qurur və gələcəkdə təbii ki, bir məscid qurur, tikdirirsə, onu bir Allah öləni və rəhmət eləsin deyəcəklər, bir çox insana yararlı olacaq. Burada bizim, belə deyək, şirkətin işçilərindən bizim özümüzün, məsələn, istəyimiz olmadan, istəyir rəhbərlər olsun, istəyir gözəl təlimlərimiz olsun, insanın vizyonu olmasa, təbii ki, heç cürə biznesində irəliləyiş olmaz. İndi bizim təbii ki, özümüzün də bir çox ləngimələrimiz olur. Onu da yavaş-yavaş biz artıq bilirik ki, bu şirkətdəyik, yavaş-yavaş onu da həyata keçiririk ki, yəni bizi ləngidən hansı bir prosesdirsə, onu aradan qaldıraq. Növbəti bizim işimizin belə deyək, gecikmə səbəbi əsas məsələ, onu deyim, öyrənməməkdir. Və bizim 8-ci əsasımız öyrənib öyrətməmək. Əgər mən daha doğrusu öyrədib öyrətmək və əgər mən qoşulmuşam bu şirkətə, öyrənmişəm mükəmməl şəkildə, amma onu belə deyək də, kiməsə öyrətmirəm. Yəni, komandamda olan bir insana öyrətmirəm.
Demək olar ki, artıq mən biznesimdə ləngimələr baş verir. Çünki mən heç kəsə öyrəndiyimi mükəmməl şəkildə öyrənsəm də, heç kəsə onu bildirmirəm, komandamda olan insanlara ötürə bilmirəm. Bu da nəyə gətirib çıxardır? Mənim biznesimin ləngiməsinə. Bir məsələni də aydınlaşdırmaq istəyirəm, məsələni də çəkmək istəyirəm. Əgər biz məhsullar barədə, daha doğrusu məhsullar üzərində qurulan bir şirkətdir. Bu şirkətin məhsulunu dəqiq bilməsək, tərkibini bilməsək, onun funksiyasını bilməsək, bu şirkətdə tamamilə, yəni bizim biznesimiz ləngər. Ona görə ki, belə fikirləşirəm. Məsələn, mənim yaxın bacımdır. İnsanın ən doğması birinci növbədə ona inanır, güvənir. Amma mən bir maqni haqda, bu şirkətin məhsulları çoxdur maşallah, bir dənə məhsulu bacıma düzgün formada təqdim etməsəm, özüm də inamsızlıq halda onu təqdim etsəm, mənim bacım mənə hörmət eləyəcək. Məni çox istəyəcək, təbii ki, bilir. Amma görəcək ki, bacısı sadəcə olaraq məhsul satmaq istəyir. Yəni, sadəcə olaraq, belə deyim də, biliyi yoxdur. Hörmət eləyəcək, üzümə də vurmayacaq, amma biləcək ki, mənim bilgim yoxdur. Amma mən işimi bilibsəm, söhbət indi mən özlərimdən deyirəm, hər birimizə aiddir. Təbii ki, bu şirkətdə olan xanımların hər birisinə, bəylərin hər birisinə aiddir. Əgər məsələn, biz biliriksə, bir məhsulu çox gözəl bir formada təqdim ediriksə, tanımadığımız bir insanın belə etibarını qazana bilərik. Çünki o insan bizi tanımır. Görün, baxın, hardan haraya gəldim. Birinci növbədə mənə tam olaraq etibar eləyən bir atanın, bir ananın övladı olan bacım, mən nətər məhsulu təqdim edirəm, o mənə inanmır, yəni onu hörmət naminə də demir üzümü. Amma mən yaxşı bir məhsulu təqdim edirəmsə bir başqasına, yəni əgər belə deyim də, ola bilər bizdə parka gedirik, ondan sonra hansısa bir marketə gedirik, mağazinlərdə oluruq. Olur ki, məsələn, bir misal çəkim, bir xanım olsun, yəni uşağı öskürür, asqırır. Anində biz, məsələn, bildiyimə görə, artıq biz biliriksə bu şirkətin məhsulu var. Məsələn, görür ki, danışır, nə ediriksə alınmır, hansısa bir dərmanlardan istifadə edirik, kirip yenə də keçmir ki, keçmir. Yəni biz müdaxilə edəndə ki, biz tam olaraq sizin əgər uşağınızda belə bir problem varsa, belə bir məhsul var. Bunları etmək lazımdır. Məsələn, öz məhsullarımızı misal çəkməklə, danışmaqla ki, Novamil məsələn immuniteti gücləndirir ya belə deyək də, aradan qaldırır halsızlığı, yorğunluğu, A, C vitamini var tərkibində. Biz üzrə danışandan sonra artıq bizə inanır. Yəni, çox güvənli şəkildə bizə deyir ki, yəni biz istəyirik, siz həkimsiniz, hətta belə bir suallar olur ki, siz nə işlə məşğulsuz, ümumiyyətlə bu məhsulların necə tanıyırsınız? Yəni, artıq biz izah edirik. Yəni, burada da artıq biz işimizi bilmiş oluruq. Şirkətin biznesi barədə, şirkətin məhsulları barədə dəqiq öyrənməyimiz mütləqdir. Yəni, bizim şirkətin, belə deyim, məhsullarını, ondan sonra prezentasiyasını, indi Aytan xanım onu vurğulayacaq, düzgün etdiyimiz halda bizim biznes partnerlarımıza və orada onlar şirkətin fürsətlərini tam olaraq görəcəklər, daha doğrusu imkanlarını görəcəklər və bizə tərəf gələcəklər. Bizim artıq belə deyim də, onların sayəsində, yəni biz bildiklərimizin sayəsində biz öz komandamızı yaradırıq və gələcəkdə inkişafımızı daha da artırırıq. Yəni biznesimizin ləngiməsinə səbəb olmur heç nə. Yəni ki, biz biznesimizi daha da irəli aparırıq. Bir məsələni də vurğulayım, tam olaraq yaddan çıxıb. Vision qurmaq qaydım ona, çünki çox vacib məsələ var. Vision quranda demək olar ki, bizim gördüyümüz böyük bir binalar, ondan sonra dəmir parçası saydığımız maşınlar, ondan sonra təyyarələr, texniki vasitələrin hər birisi bir insanın ideyasından irəli gəlir. Bir insan, yəni ki, onu normalda fikirləşər ki, mən gedib kiməsə desəm ki, dəmir parçasını maşın edəcəm, yəni maşın düzəldəcəm insanlara rahatlıq üçün, heç kəs ona inanmayacaq. Amma bu fakt olaraq maşın var. Maşallah olsun, nə qədər də modelləri var. Yəni, bu bir insanın ideyasıdır. Bu bir insanın visionudur. Vaxtilə qurub o vizyonu, ona görə də artıq bu vizyonu həyata keçiribdir.
Və binalar, böyük bir binalar var ki, o binaları heç birimizin ağlına gəlməz. Necə tikilib, görən necə olub. Amma o bir insanın beynində olan fikir olub, xəyal olub, onu reallaşdırıb, yəni visionunu qurub reallaşdırıb. Və o təbii ki, o deməkdir ki, insan vision qurarsa, gözünə inanılmaz dərəcədə, insanlar inanılmaz dərəcədə hər bir işi addımı edə bilər. Yəni hansı bir işi görə bilər. Məsələn, işığı, lampışkanı yaradan var. Ondan sonra dediyimiz kimi ət maşınıdır, paltar yuyan maşınıdır. Bunların hamısı bir insanın ağlında olan visionudur və onu istəyib də etməlidir. Çünki əgər visionu qurub sadəcə olaraq sakit öz yerimizdə dayansaq, təbii ki, burada da bir iş getməyəcək. Visionu qurub onun üzərindən işləmək də lazımdır, mütləqdir. Və bizim Sevinç xanım, vision haqqında demişkən mən bir şey deyim. Ümumiyyətlə vision təkcə bizim işimizdə deyil, bir çox işlərdə insanın hətta öz həyatını belə qurmağında o vision'ı qurmağın xüsusi önəmi var. Və hətta sübut olunub ki, ümumiyyətlə beynin görən gözü yoxdur. Beyin yalnız bizim gördüyümüzü, bizim hiss etdiklərimizlə qidalanır və ondan belə nəticə çıxarır. Əgər bir insan vision qurmağa başlayarsa, ətrafında olan bütün materiyada olan bütün şeylər, bütün müsbət fikirlər, bütün müsbət hüceyrələr, hissələr, hissəciklər hamısı onlara qarşı gəlir. Və əgər sən bu gün hər hansısa bir şeyin visionunu qurursansa, əmin ol ki, hər kəs əmin olsun ki, həmin o vizyonu qurduğun məsələ, tam bu ev ola bilər, maşın ola bilər, sənin öz həyatın ola bilər, yaşamaq istədiyin şeylər ola bilər. Əmin olun ki, onlar artıq tikilməyə başlayır. Yəni onlar artıq qurulmağa başlayır və insana doğru gəlir. Əgər bu gün kim ki öz həyatından şikayətlənir, mən həmişə deyirəm ki, otur fikirləş gör, nə vaxtsa sən bu vizyonu özün üçün qurmusan. Əgər sən bu dəqiqə həyatından razısansa, sən bilginən ki, nə vaxtsa bunun visionunu qurmusan və sən bunu düşünmüsən. Çünki düşüncələr insana həqiqətən düzgün düşüncələr, insana həqiqətən müəyyən iş qurmağa kömək olur. Və bizim işimizdə də gecikmə səbəblərindən biri də, elə mən deyirəm ki, ən böyüklərindən biri də və insanların çox çətinliklə gəldiyi bir məsələ var ki, vision qurmaq. Yəni visionunu qurmaq çox da əslində biz deyirik asan gəlir, amma çox çətindir. Çünki beyin özü o qədər mücərrəd bir quruluşdadır ki, siz təsəvvür edin ki, beyni hələ alimlər axıra qədər açıb öyrənə bilməyiblər. Və bu məsələdən çıxış eləyərək, bu prizmadan çıxış eləyərək həmişə vurğulayır ki, bizim rəhbərlərimiz həmişə vurğulayırlar ki, gecikmə səbəblərindən biri və önəmlisi vision qura bilməməkdir. Ona görə də vision qurmağı əlbəttə ki, biz bilməliyik və özümüzdən sonrakılara ötürməliyik. Çox sağ olun Sevinç xanım. Təşəkkür edirəm. Çox sağ olun. Digər bəlisin. Bəli, həm tam bitirməmişəm. Bəzi məsələlər var. Onlara da aydınlıq gətirim. Çox sağ olun, düz dediniz. Yəni ki, elə ona gətirəcəkdim. Yəni şəxsi öz insan, necə deyim, vision qurursa, o alınır mütləq. Yəqin ki, mən də nə vaxtsa vision qurmuşam, belə bir şirkətə gəlib, belə deyim də, qismət olmuşam. Çünki mən öz işimi istəyirdim hər zaman. Fikirləşirdim ki, mən həmişə öz işimin sahibi olmaq istəyirəm. Heç kəsin əmrləri altında işləməyəcəm. Bax, artıq bu burada öz rolunu oynayıb. Sizin sözünüzə qüvvət. Və Aydan xanımın bir keçən, hətta hamımız bilirik, yəni siz özünüz də bilirsiniz. Bir dediyi bir visionla bağlı bir dediyi məsələ yadıma düşdü. Yəni biz keçən il, yox o bir il idi desəm, biz Aydan xanım dedi ki, biz təlimdə olmuşuq. Başqa heç şirkətlə aidiyyət olmayan bir təlimdə olmuşam. Və o təlimə diqqətlə baxdım və səhnəyə baxanda dedim ki, vaxt olacaq ki, mən burada, bu sarayda, dəsən saraydı deyəsəm, burada mən öz komandamla çıxış edəcəm. Mən vaxt olacaq, komandam da burada olacaq və öz biznesinə aid olan, təbii ki, öz biznesinə görə vision qrupdur və komandasını orada görməyi istəyibdi, vision edibdi və bu da olub. Elə hətta mənim yadımdadır ki, biz orada çəkiliş edəndə Aydan xanım bunu vurğuladı ki, mən 2 il öncə burada tədbirdə olmuşam, başqa bir bizim şirkətə aid olmayan, biznesə aid olmayan bir təlimdə olmuşam və bunu visionunu qurmuşam və artıq mən öz komandamla buradayım. Baxın, həqiqətən də belə deyim də, vision, bir insan nəyi istəyirsə,
visionunu qurursa, geci tezi onu necə deyim, görür, xəyalını qurur. Allah istəməsə xəyal etdirməz. Bu da var. Və biz xəyalımızı edirik, visionumuzu qururuq ki, tam olaraq həmin istər biznesdə, istər həyatımızda yaxşı nöqtədən irəliləyişimiz olsun. Və mənim yaxın keçmişdə olan bir visionum oldu. Allah hər kəsə qismət eləsin tədbirləri. Bilirəm ki, bəziləriniz gedə bilmədiniz. Navran tədbirində gedən olanda mən sadəcə olaraq orada Jinya xanımın bizim rəhbərlərimizin, liderlərimizi tərtifat etdiyi, belə deyim, adını çəkərək təqdim etdi ona hədiyyəsini, ya məsələn çıxış etmək üçün dəvət elədi. Mən ora məkan kimi baxmadım. Mən ora səhnə kimi baxdım. Hər xanımları və bəyləri dəvət eləyib, adını çəkib, hədiyyələrini verəndə sadəcə olaraq mən neynədim? Orada vision qurdum. Ağlıma gəlməzdi ki, mənim orada adım çəkiləcək və mən belə deyək, orada çıxış edəcəm, mənə də hədiyyə olacaq. Çünki söhbət edilin yox. Mən orada çıxış etmək istəyirdim. Rəhbər tərəfindən məni, belə deyim də, orada həmin insanların bərabər adını çəkmək. Qısa bir vision qurdum gələcək üçün, amma o alındı. İndi inşallah ki, başqa visionlarım da var. Hətta bir çoxunuz da bilirsiniz ki, mən evin visionunu qurmuşam. Və bu şirkətə ev üçün qoşuldum. Yəni sağlamlığımı təbii ki, bərqərar etdim. Bizneslə də bildim ki, burada ev var, burada qazanclar var və mən artıq evin də visionunu qurmuşam, həyətini də necə lazımdır təsvir edirəm və sonda onu da vurğulayım ki, bizim hətta Vüqar müəllim gəlib bizim evə, yəni qonaq gəlirsiniz, özdə heç bir yaxınlarımı belə həmin stolda, həmin masada görmürəm. Sadəcə olaraq sizləri, yəni bizə həqiqətən biz bir ailəyik, bir belə deyək də, mehriban ailəyik həqiqətən də. Ona görə baxıram ki, məsələn, Vüqar müəllim gəlir, hətta belə əlini, belə deyək, görün, gətir Sibirin sevası nə lazımdır, biz gəlmişik yeməyə, həm də deyir ki, əjdahasan, qazandın, bax buna dəyər, bax belə bir sözlər də, baxın, o vizyonu məndə yaranıb neçə dəfələrlə, hətta Aydan xanıma da bir ofisdə dedim, yəni həqiqətən də o vizyonu, nə yalan deyim, 4 ildir buradayam, 1 ilin içində onu qurmuşam. 1 ilin içində, yəni keçən il artıq onu canlandırdım. Məndən də bu qədər, inşallah söz verək digər spikerə, hər birimizə uğurlar arz edirəm. Buyurun Xədicə xanım. Axşamınız xeyir olsun. Mən üzürlü sayıram, mən nəsə görüntüdə problem yaranır, aça bilmirəm. Mən də ləngimə səbəblərindən biri olan deməli tez varlanma düşüncəsi ilə bu biznesə qoşulmaqdan danışmaq istəyirdim. Əgər biz bu biznesə qoşulanda tez varlanmağı istəsək, yəni bu həqiqətən də bizi uğursuzluğa aparan bir yol olacaq. Çünki tez varlama deməli düzgün yanaşma deyil. Burada marketing modeli satış və komanda üzərində qurulmalıdır. Biz əgər yüksək, yaxşı gəlir əldə etmək istəyiriksə, gərək biz məhsulu özümüz istifadə edək və məhsulları tanıyaq və tanıdaq, insanlara tanıdaq. Və satış bacarığı və komanda qurmalıyıq. Bu isə təbii ki, uzun zaman tələb edir, səbir tələb edir. Burada və biz bilirik ki, burada investisiya yoxdur bu biznesdə, yəni amma resurs tələb olunur. Tez qazanc gözləntisi biz bilirik ki, risklidir. Çünki insan necə deyərlər, insan gözlədiyi nəticəni almayanda insanda stres yaranır və o həvəsdən düşür, motivasiya, yəni ölür demək olar onda. Bir də biz belə deyək də, bəs doğru yanaşmanı biz necə eləməliyik biznesdə? Yəni tez varlanmama düşüncəsini öz başımızdan atmaq üçün. Biz nə etməliyik burada? Biz məhsulu ilk olaraq özümüz istifadə etməliyik. Məhsul haqqında tam olaraq məlumatımız olmalıdır və məhsulu da başqalarına tanıtmalıyıq və insanlara real fayda verməyə fokuslanmalıyıq.
səbirli, sistemli olmalıyıq və bu marketinqə də biz uzun müddətli bir biznes kimi baxmalıyıq. Yəni mən belə düşünürəm. Çox Yekunlaşdırdınız. sağ olun Fərzə xanım. Çox sağ olun. Dinara xanım, buyursun. Axşamınız xeyir olsun. Mən də bugün biznesi ləngidən səbəblərindən birinin də haqqında, fokus haqqında danışmaq istəyərdim. Demək, biznesin əsas amillərdən biri də fokusdur. Fokus olmadan nə qədər çalışsaq da nəticə gecikir. Və bəzən görürük ki, işimiz yavaşlayır, satışlarımız planlaşdırdığımız kimi getmir. Bunun səbəbi çox vaxt enerjimizin və diqqətimizin düzgün istiqamətə yönəltməməsidir. Və fokus əhəmiyyəti. Fokus bizə imkan verir ki, ən vacib hədəflərə diqqət etmək. Daha sonra vaxtımızı və resurslarımızı səmərəli və düzgün istifadə etmək. Bir də komanda ilə düzgün istiqamət yaratmaq. Bir də dördüncüsü də biznesin sürətini artırmaq və böyüməyə nail olmaq. Fokus olmadan insan çox şey eləyir, amma nəticələr zəif olur. Bir çox vaxt hamısını etmək, yəni istəyirik və istəyirik ki, belə deyək də, yanlış yerlərə, yenə də deyirəm, enerji xərcləyirik. Və bu isə biznesin yavaşlanmasına səbəb olur. Bir praktiki nümunələr gətirmək istəyərdim ki, misal üçün, əgər biz yeni bir müştəri cəlb etmək istəyiriksə və amma eyni zamanda bütün məhsulları biri-birinə, misal üçün, o məlumatları, belə deyək, məhsul haqqında qarışdırırıq. Və onda biz görürük ki, diqqətimiz yəni bölünürsə, nəticədə həm yeni müştərilər az olur, həm də mövcud satışlarda da nəticə zəifləyir. Əksinə, yəni fokuslanmış fəaliyyət. Yəni bu aydın hədəflər qoyur bizə, daha sonra planlı iş aparır və komanda resurslarını düzgün istifadə eləyir. Bu səbəbdən hər birimizin üzərimizə düşən, belə deyək də, sahəyə diqqət etməliyik. Hər gün kiçik addımlar etməliyik və amma yəni o addımlar fokuslu olmalıdır. Yəni fokusu tam olaraq həmin o addımlara yönəltsə, yenə də nəticə çox gözəl olacaq. Və Cyber Wellness-da uğurun açarı da məhz fokusdur. Biz hər bir məhsul, kampaniya və fəaliyyət üçün diqqətimizi yönəltməliyik. Məsələn, Klub Min proqramını fokus olaraq götürsək, həm şəxsi qazanca, həm də komanda strukturun inkişafına yönəlirik. Əgər hər birimiz işimizi aydın və fokuslu görsək, biznesimizdə ümumi, yəni sürətlə artır. Əziz həmkarlar, fokus bizim üçün sadə bir məsləhət deyil. Bu, biznesimizin inkişaf strategiyasıdır. Hər gün, yenə deyirəm, kiçik, amma fokuslu addımlar atmaqla biz böyük nəticələr əldə etmiş ola bilərik. Hər birimizin üzərinə düşən sahəyə diqqətimizi yönəltməliyik. Və unutmayaq, fokus gücümüzün düzgün istifadə edilməsidir. Bu gücü itirməyək və doğru istiqamətə yönəldək. Belə, məndən də bu qədər. Teşekkürler. Növbəti spiker Ayten xanım, buyur. Salam, axşamınız xeyir olsun, əziz və dəyərli komanda. Hər birinizi salamlayıram. Mən Ayten Balayeva.
Bu şirkətin BT1000 rangında olan bir əməkdaşıyam. Bugün sizinlə mən danışacağım mövzu düzgün prezentasiya etməməklə bağlı olacaq. Bildiyimiz kimi bu düzgün prezentasiya etməmək geriləmənin ən vacib səbəblərindən biridir. Hətta deyərdim ki, birincisidir. Biz qarşımızdakı insana düzgün prezentasiya etməsək, əslində düzgün prezentasiya 20 dəqiqə ərzində ola bilər. Amma biz bunu düzgün şəkildə etməsək, o qarşımızdakı insanda şirkətimizlə bağlı, məhsullarımızla bağlı, biznesimizlə bağlı şübhələr və onlarda qeyri-adi bir təsəvvürlər yarada bilərik. Təsəvvür edək ki, o qarşımızdakı insanın beyni ağ kağızdır və biz ona nə desək, onun beynində necə deyərlər, bir portret çizmiş oluruq. Ona görə də biz insanlara düzgün prezentasiya etməliyik, düzgün təsəvvürlər bağışlamalıyıq və ilk öncə şirkətimiz haqqında, məhsulumuz haqqında düzgün yanaşma etməliyik və ən əsası da əgər bizneslə maraqlanırsa, biz biznes haqqında da, biznesin yolları haqqında da düzgün məlumat verməliyik. Çünki düzgün prezentasiya olmasa, biz heç bir məqsədə çata bilmərik. Bizim öz məqsədlərimiz də geriləmiş olur, öz fikirlərimiz də geriləmiş olur və düzgün yolu seçmək üçün biz ən vacibi öz nastavniklərimizdən daha ətraflı məlumat almalıyıq, daha dolğun və daha düzgün məlumat verməliyik. Məndən bu qədər. İlk dəfədir Zoom'da danışıram. Üzürlü sayın, əgər hansısa bir danışığımda hansısa bir səhvlər varsa, üzürlü hesab edeyim. Əla. Hər şey yaxşıdır, super. Hər birinizə təşəkkür edirəm. Amma istəyirəm ki, çox qısa olaraq bütün mövzuların üstündən bir də keçim. Əslində bu problemlər ki var, bu bizim biznesimizdə, bu mövzu əslində sırf bu biznesdə inkişaf eləmək insanlara şamil olunur. Yəni kimlər ki burada biznes qurmaq istəyir, sözümüz onlaradır. Çünki bu xəstəliklər haqqında bugün bizim spikerlərimiz danışdı. O xəstəlik ki, o bir virusu düşür insan orqanizminə, yəni bu səbəblər və heç bir müalicə boşu-boşuna buraxılanda, başlı-başına buraxılanda sağalmır. Əvvəl-axır o insanı öldürür. Düzdür? Razısınız? Ona görə biz birinci növbədə dərdimizi tapmalıyıq və başlamalıyıq onun müalicəsi istiqamətində işlər görməyə. Müalicə elədiyimiz təqdirdə biz sağalacağıq. Təbii ki, sözün məcazi mənasında danışıram. Yəni biz problemlərimizi tapsaq, bu biznesdə ləngimə səbəblərimizi tapsaq vaxtında, biz özümüzü müalicə eləyib, bu problemləri yəni aradan qaldırıb, bu biznesdə inkişaf eləyə bilərik. Yox, əgər müalicə eləməsək, öz dərdimizi tapmasaq, deyir, insan özü-özünün ən yaxşı həkimi, ən yaxşı psixoloq olur. Əslində, bu mövzulara diqqətlə baxsaz, diqqətlə bir təhlil eləsəz, analiz eləsəz, öz probleminizi tapacaqsınız. Və probleminizi öz rəhbərinizlə danışıb, bu xəstəliyi müalicə eləməlisiniz. Əgər doğrudan da bu biznesdə inkişaf etmək istəyirsinizsə. Və onu vurğulayım ki, yəni bu problemlər ki var, bunun həlli elə də çətin deyil. Baxın, başlayaq qeyri-ciddilikdən. Qeyri-ciddi olan bir insan nəinki biznesdə, həyatda da heç vaxt uğur qazana bilər, heç bir sahədə. Çünki qeyri-ciddi insan, yəni məsuliyyətsiz insan. Məsuliyyətsiz insan, yəni nə ailə düşünmür, maraqlandırmır onu, nə öz həyatı, nə gələcəyi. Çox üzr istəyirəm, yəni insan kimi yaşamır. Bugün var, yeyəcəm, yoxdur, yoxdur da, yəni bu şəkildə yaşayır. Ancaq həyatının məsuliyyətini öz əllərinin içinə alan insana bir ciddiyyət gəlir ki, və o başlayır öz işinə də ciddi yanaşmağa. Yadınızdadsa keçən illərdə, bir 2-3 il bundan öncə mən bu təlimi keçmişdim də, orada bir misal çəkmişdim ki, göyərti satanın ciddiyyəti. Yəni bir göyərti satan bir insan
öz biznesinə, o kiçik biznesinə elə bir ciddiyyətlə yanaşır. Səhər tezdən o başından durur, gedir, bazardan alır, gətirir, onu günün sonuna qədər satır. Çünki bilir ki, qalacağı halda xarab olacaq məhsulu. Yəni itkiyə gedəcək. Verdiyi pul mayası batacaq. Ona görə ciddi yanaşır öz göyərtilərinə, öz işinə, öz biznesinə. Yəni biz burada multimilyonluq bir biznesdəyik və rahatçılıqla işləsək, yəni işimizə qeyri-ciddi yanaşsaq, Səbinə xanım da dediyi kimi disiplin olmasa, davamlılıq olmasa, az iş görün, amma hər gün görün. Hər gün kiçik də olsa addımlar atsaq, bu bizim işimizə olan ciddiyyətimizin göstəricisidir və bunun nəticəsi mütləq olacaq. Şübhə də həqiqətən də bir parazitdir ki, 3 istiqamətdə Səbinə xanım detallarla izah elədi. Bu şübhəni bilgi ilə aradan qaldırmaq mümkündür. Ancaq və ancaq bilgi ilə. Yəni, sizin özünüzdə də ola bilər ki, bu şübhə olsun və yaxud da dəvət elədiyiniz hər hansısa bir əməkdaşınızda da bu ola bilər. Bu şübhəni siz ancaq savadlanmağınızla, yəni əldə elədiyiniz bilgilərlə aradan qaldıra bilərsiniz. Deməli, nədir? Deməli, gəlirik Sevinç xanımın danışdığı hissəyə ki, biz işimizi öyrənməliyik. Bizim işimizdə nə lazımdırsa, nə tələb olunursa, məhsulu öyrənmək lazımdır, təqdimatı öyrənmək lazımdır, düzgün prezentasiya etməyi öyrənmək lazımdır. Bütün nə lazımdırsa bu işdə fəaliyyət göstərməyimiz üçün, öz biznesimizi qurmaq üçün biz bunları öyrənməliyik, işimizi öyrənməliyik ki, biz bu biznesdə inkişaf edək. Əgər bir insan bilmirsə, işini öyrənməyibsə, tutaq ki, yəni proqram yaza bilmir, konsultasiya eləyə bilmir. Rəhbər bir dəfə onun üçün eləyər, 5 dəfə eləyər, 15 dəfə eləyər. Əvvəl-axır bu bilməlidir axı. Bilmədiyi təqdirdə əlbəttə ki, işi getməyəcək. Rəhbərin sabah komandasında 10 nəfər olacaq, 100 nəfər olacaq. Axı həmişə ona əvvəlki kimi vaxt ayıra bilməyəcək. Bu işi özü öz əlinin içinə almalıdır, özü öyrənməlidir. Razısınız? Sonra nədən danışdıq? Vision'dan. Vision çox vacib məsələlərdən biridir həqiqətən də. Yəni, bugün real həyatda gördüyümüz hər bir şey nə vaxtsa kiminsə vision olub, bir ideyası olub. Əvvəlcə insan, yəni fikirlər olur, sonra o realizə olunur. Yəni, bir insanın fikri olur, o ideyasına inanır, inanmağa başlayır. Hətta ətraf inanmasa belə, Pablo və Bruno yadınızdadır da. Ətraf inanmasa belə, yarğılasa belə, gülsə belə ona, o öz ideyasına inanır. Yəni, güclü iradəyə sahib olan insan fikirləşdiyi ideyasına inanır və inamının arxasınca gedir, ortalığa nəsə bir şey çıxardır, məsələn, təyyarə. Və bugün hər kəs ondan faydalanır. Yəni, bir insan, təyyarəni icad edən insan deyəndə ki, mən belə bir şey icad edəcəm, dəmir parçasıdır, oturacaqsan onun içinə, qalxacaqsan buludlardan da yarıb keçəcəksən o tərəfə və o ölkədən bu ölkəyə 2 saata, 3 saata, 5 saata çatacaqsan deyəndə bəlkə də ona gülüblər. Amma o məhəl qoymayaraq öz qoyduğu, fikirləşdiyi o ideyasının arxasınca gedib, qurduğu o visionun arxasınca gedib, onu reallaşdırıb və bugün bütün dünya bundan faydalanır. Buradan belə bir nəticə çıxır ki, o sizin ki ideyalarınız olur, sizin ki gələcəyi görmək, o potensialı ki Allah Taala insanda qoyub, ona güvənin və xəyalların sərhədi olmur. İstədiyiniz qədər xəyallar qurun. Vaxtı çatanda onlar realizə olunacaq. Səbinə xanım demişkən, siz ki artıq başladınız onu düşünməyə, Sekret kinosuna əgər hələ də baxmamısınızsa mütləq baxın. Siz artıq onu düşünməyə başladığınız andan onların artıq başlayır yaranmağa. Bir dəfə Tatyana xanım baş ofisdə bir təlim olmuşdu, o da bir qəşəng söz işlətmişdi. Deyirsiniz ki, məsələn, maşın istəyirsiniz, artıq zavodda sizin maşınınız istehsal olunmağa başlayır. Sizin də işləyirsiniz də, fəaliyyətdəsiniz, 1 gün, 3 gün, 5 ay, 1 il, müəyyən bir müddət iş görürsünüz. Tutaq ki, 1 ildən sonra nəsə bir negativ halla qarşılaşmışsınız, motivasiyadan düşmüsünüz, qol qanadınız qırılıb, əşi məndə alınmır. Deyəndə, hansı ki, bəlkə də sənin maşınının 3-cü təkəri düzəlmək üzrə idi. Sən deyəndə bütün prosesi dayandırırsan. Ona görə də vizyonu qurun və inanın ki, vaxtı çatanda, bax bu çox yəni diqqət olunması bir məqamdır. Vaxtı çatanda o sənin olacaq. İşi görün, nəticəni Allaha buraxın.
Gec-tez sənin qurduğun o xəyal sənin gerçəyin olacaq. Buna qəti şübhəmiz olmasın. Yaxşı. Sonra nə qaldı? Tez varlanma yolu bilmək. Xədicə xanım orada biraz qarışdırdı. Tez varlanma yolu budur ki, yəni bu biznesa gəldin, insandır. Məsələn, hansısa bir yerdə işləyir, tutaq ki, hansısa bir mağazada satıcı işləyir, 300 manat maaş alır və deyir ki, gəlir bu biznesa, deyir ki, hə, mən 300 manatı alacağam burada. Yəni rəhbər onu aldatmış olar. Desə ki, hə, bugün gəldin, sabah sən 300 manat alacaqsın. Bu belə deyil. Sənin gəliri sən özün təyin edirsən. Gördüyün işlə bunu təyin edirsən. Bəli, burada sürətlə biznes qurmaq da mümkündür. Olmasaydı şirkət Quick Start proqramını qoymazdı. Burada sürətli şəkildə inkişaf eləmək mümkündür, amma sənin fəaliyyətindən asılıdır. Sən əgər bura iş kimi baxırsansa, əvvəldən düşüncən səhvdir. Bura iş deyil, bura biznesdir. Və sən öz biznesini necə ki, yəni bir şeyi əkəndə birinci nə edirlər? Torpağı şumluyurlar, toxumu səpirlər, sonra suluyurlar, nə bilim, müəyyən bir müddət keçir də o bar verib, bəhrə verib ortalığa bir şey çıxardana qədər. Bu müddət ərzində sən dayanmadan nə lazımdır, nə qulluq lazımdır görməlisən və səbrlə onun bar verəcəyi günü gözləməlisən. Yəni bu biznesə əvvəldən tez varlanma yolu kimi baxsan, əvvəldən səhv düşünür. Siz gözlənti səhv olanda, istədiyi, gözlədiyi nəticəni əldə eləməyəndə insan məyus olur. Deyir ki, bu nə deyə? Mən elə bilirdim ki, gələcəm, elə birinci aydan 3000 manat maaş alacağım. Bu düzgün fikir deyil. Sən istəsən, 3 aya, 5 aya müəyyən bir dərəcəyə gəlib çatarsan ki, hansı ki, başqa yerlərdə o gəliri, yəni gərək bir neçə il işləyəsən. Mən işə düzələndə çox gülünc bir rəqəmlə başlamışdım digər fəaliyyətimə. Ay sağ ol, sehirli çubuq. Yəni bizim sehirli çubuğumuz yoxdur da, adam gələn kimi toxunaq ona və deyək ki, vəssalam, sən bugündən sonra 5000 manat maaş al. Yox, belə olmur. Mən işə başlayanda çox gülünc bir məbləğlə başlamışdım. Təsəvvür edin ki, 5 il işlədim, 5 il əvvəlki məbləği demirəm, o vəbşi dəhşət bir məbləğdir. İşdən çıxanda 250 manat maaş alırdım mən. İndi 300 neçə manat olub. Yenə də gülməli bir rəqəmdir. Hansı ki, mən ondan 4 dəfə, 5 dəfə çox qazanıram. Yəni, hansı formada, hansı şəkildə qazanıram, özünüz də bilirsiniz. Hamı bu işin içindədir, bilirsiniz ki, bizim işimiz necədir. Gəzə-gəzə, əylənə-əylənə, yeyib, içə-içə. Yəni, bu şəkildə qazanırıq. Fokus çox xoşladığım mövzulardan biridir. Hər bir şeydə belədir. Rəhmətli Hacı Şahinin bir dənə xütbəsi var idi. Deyir, namazda, aramızda namaz qılanlar var da, deyir, namazda insanın, deyir, bütün ailə məişət qayğıları, problemi, dərdi, səri, imunu namaz vaxtı gəlir, düşür yada. Nə bilim, ocaqda yemək qoymuşam, birdən yanar, qonşu uşağımı yıxdı, hər bir şey namazda gəlir, düşür də yada. Amma yenə də deyir, məyus olmayın da, yəni o fikirlərdən belə qopub, oradan qopub, buradan qopub, gətirib öz fikrini yenə də namazdayam, mən deyib cəmləyə bilirsənsə namaza, yenə də böyük şeydir. Baxın, fokus belə bir şeydir. Hər bir şeydə belədir. İnsanın fikri dağınıq olanda heç vaxt orada uğur qazana bilməz. Ümumiyyətlə, biz burada gecikmə səbəbləri deyirik, yumuşaq formada deyirik bunu. Yəni, bu əslində, bu sadaladığımız səbəblər uğursuzluq səbəbləridir. Yəni, bu biznesdə uğursuzluq səbəblərdir. Biraz da dərinə geçsək, biraz da diqqət eləsək, ümumiyyətlə həyatda uğursuzluq səbəblərdir. Bu şəkildə insan yaşayırsa, həyatın heç bir sahəsində uğur qazana bilməz. Fokus da elə bir şeydir ki, baxın, dünən mən qızlarla danışanda da bu misalı çəkdim. Mənim oğlumun futbola da marağı var idi. Bir də ki, papası jiu-jitsu ilə məşğuldur deyə ona da marağı var idi. 2 yol ayrıcında qalmışdı. Gördüm, həm onu xoşlayır, həm bunu xoşlayır. Amma bir gün oturdum, onunla ciddi danışdım ki, sən nə istəyirsən? Ən çox hansına marağın var? Futbola marağın varsa səni o istiqamətdə yönəldək. Yox, əgər sən ürəyin daha çox jiu-jitsu ilə həyəcanlanırsa, bu sahəyə qoyaq səni. O jiu-jitsunu seçdi, getdi o sahə üzrə. Yəni, nə demək istəyirəm? Əgər bir valideyn uşağını həm musiqiyə qoyursa, həm idmana qoyursa, həm nə bilim rəqsə qoyursa, ondan nə yaxşı musiqiçi, ondan nə yaxşı idmançı, ondan nə yaxşı rəqqas olmayacaq. Onu bir sahəyə yönəltmək lazımdır. Daha çox uğur qazana biləcəyi bir sahəyə.
O sahəyə yönəltmək lazımdır ki, həmin sahənin peşəkarı olsun, həmin sahənin belə deyək də mütəxəssisi kimi yetişsin. Dahi şairimiz necə deyirdi? Səbiş yaxşı bilər. Yaxşı bir falançı olsa da insan, Kamil bir falançı olsa da yaxşıdır insan, yaxşıdır yarımçıq yarımçıq qabaqçılıqdan. qabaqçılıq. Ay sağ ol. Həqiqətən belədir. Yəni orada da yarımçıq, burada da yarımçıq, bu şəkildə dağınıq bir fokusla fəaliyyət göstərməkdənsə bir sahə üzrə gedib, hansı ki ağıllı insan bu gün hansı qərarı verir? Məsələn mən hətta bizim işimizdə belə başqa sahələrlə də məşğul olan adamlar görürəm də. İndi təbii ki öz peşəsi, amma mən nəyə görə yəni dövlət işini tərk edib məhz buradan yapışdım? Yəni normal insanam da, neçə illərdir məni tanıyırsınız. Yəni normal bir insan kimi mən bu qərarı vermişəmsə, təbii ki liderlərimin sözünə qulaq asıb vermişəm bu qərarı, amma zaman keçdikcə verdiyim qərarın nə qədər doğruluğunun şahidi oluram və bunun həzzi də var. Çünki mənim istər-istəməz fokusum dağılırdı. Həm o işə, həm bu işə və yaxud da bu biznesin içində olurlar. Şəbəkə biznesi kimi bir bizneslə tanış olandan sonra gedib hər hansısa bir ənənəvi biznesin dalıyla qaçanları görəndə də mənim gülməyim gəlir ki, heyifdir o enerji başqa yerlərə dağıtmaq. Yəni şəbəkə biznesi ilə tanış olasan, hansı ki Vüqar müəllim bir dənə sözü var, kasıbların biznesidir. Yəni bura sən heç bir yatırım etmədən böyük bir gəlirlərə çıxa biləcəyin bir biznesin içindəsən və sən gedirsən riskli, nə boyda baş ağrısı olan, nə boyda sərmayə qoyub bir ənənəvi biznesə də gedib yönələsən ki, həm bu olsun, həm bu olsun. Bu doğru düşüncə tərzi deyil. Mən belə adamları heç vaxt şəbəkəçi hesab eləyə bilmərəm. Hətta müəyyən dərəcəyə gəlmiş tanıdığım insanlar var bunların arasındakı. Yəni bu da olsun, bu da olsun deyirlər, amma bu düzgün yanaşma deyil. Şəbəkəçi, yəni öz komandasına, öz şəbəkəsinə fokus qoymalıdır və özü kimi şəbəkəçilər yetişdirməlidir. Yetişdirin, həyatı qazanın da. Yəni elə bir ki 30 yaşında, 40 yaşında elə bir ki həyatın çox böyük bir hissəsini almısınız, sizindir. Ondan sonra rahat yaşayın öz ailəvizlə, sevdiklərinizlə, komandavızla, gəzə-gəzə. Mən videolar atmışam qrupa. Görürsüz də top liderlərin Maldiv səyahətini. Yəni bir dənə təsəvvür edin də, görün insanlar hansı dərəcələrə gəlib çatıblar ki, şirkət onlar üçün bu şəraiti yaradıb. İstəmirsiniz belə keyf eləmək. Eləyin də. Prezentasiyanı düzgün etməmək də Aytaq xanım orada çox düzgün vurğuladı ki, həqiqətən də ən əsası deyərdim ki, budur. Çünki hər şey prezentasiyadan başlayır. Hər şey təqdimatdan başlayır. Biz insanların zehnində, biz insanları niyə dəvət edirik ki? Dəvət edirik ki, o insanlar gəlsin, təqdim eləyək, öz şirkətimizlə tanış eləyək və gəlsinlər bizə qoşulsunlar, bizim komandamızda olsunlar. Yanlış təqdimat nəticə 0. Elə bir ki, biz elə bir şəkil çəkməliyik ki, o insan desin ki, mən də istəyirəm bunu. Biz onu göstərməliyik ona. Göstərə bilmiriksə, bizim qarşımızda bizə yox deyib gedən insanlar var. Heç vaxt deməyin ki, belədirlər, nə bilim, belə düşünürlər, belə eləyirlər. Yox. Onların heç bir günahı yoxdur. Çünki normal insan, ağıllı insan yaxşı bir şeyə heç vaxt yox deməz. Özünüzü bir dənə qoyun onların yerinə. Fuad müəllim də bir nəfərlə deyir, görüşə gedəndə deyir, fikirləşdim ki, nə danışacağım. Sonra deyir, özümdən yol boyu deyir, belə monoloq qurdum ki, Fuad, sənə nə desəydilər, sən hə deyərdin. Səni nə desəydilər, səni qane eləyərdi. Bax, get onları de həmin adama. Baxın, hər bir insanla bu şəkildə danışmaq, bu şəkildə prezentasiya eləmək lazımdır. Özünüzü qoyun onun yerinə. Siz buradasınız artıq, belə deyək də, səhnənin bu biri tərəfindəsiz, hər şeyi görürsünüz. Belə deyək də, belə bir misal çəkim. Elə bir ki, piştaxtadır, siz yamısınız bu üzdə, bütün mal, vitrin, hər bir şey görürsünüz. Amma o tərəfdən yanan sadəcə vitrini görür. Siz onun görmədiyi şeyləri də ona göstərməlisiniz ki, o adam çünki, oyda, belə şey də var burada. Və inanın mənə, əgər düzgün təqdimat olarsa, düzgün prezentasiya olarsa, qarşınızdakı da normal insandırsa, o prezentasiya zamanı bir dənə məsələ də var. Düzgün prezentasiya etmək deyəndə onun içində bu da var ki, biz
özünə güvənli şəkildə təqdimat eləməliyik. Əgər mən çəkinirəmsə, göz kontaktı qurmadan o adamla danışıramsa, səsim əsirsə, özümü itirirəmsə, enerjim düşük səviyyədə danışıramsa, heç vaxt təsir qoya bilməyəcəm o adama. Amma mən özgüvənli şəkildə, bir gür səslə, gözünün içinə baxa-baxa, o həyəcanla, o həyəcan nə mənada qorxu həyəcanını demirəm. Yəni o enerjini ona ötürərək əgər təqdim eləyirəmsə öz şirkətimi, axı yaxşı bir şeyə çağırmışam mən bu adamı. Çağırmışam ki, onu xoşbəxt eləyim. Düzdür? O adam burada həm sağlamlığını təmin edəcək, nəinki özünün, bütün əzizlərinin, ailəsinin, balalarının sağlamlığını təmin eləmiş olacaq. Həm burada gəlirlər qazanacaq, həm burada yəni səyahətlər qazanacaq ki, bayaq Vüqar müəllim bir dənə yaxşı söz işlətdi. Deyir, milyoner də olsaz, heç vaxt 50 min, 100 min qıyıb pul verməyəcəksiniz. Gedib Maldivdə istirahət eləməyə heyfiniz gələcək ki, qalsın da filan şey eləyim. Uşağımın içində bir ev alım qoyum. Bunu da eləyim, onu da eləyim. Eləməyəcəksiniz. Amma şirkət sizin üçün bunu da eləyir. Ay, nə istəyirsiniz? Yəni gəlib o yerlərə çatmaq var. Mən bilmirəm, siz o vizyonu qura bilirsiniz, yəni özünüzü hiss eləyə bilirsiniz. Orada bir dənə nağara çalan kişi var idi. Mən o videoya baxanda, İmunu o videoya baxanda elə hiss elədim ki, mən oradayam. Qumu görürsünüz necə gözəldir. Azərbaycandan da gedən top liderlər var ha. Bir ikisi var, ondan xahiş eləyirəm, atarlar video, onu da atarıq qrupa. Yəni şirkət bizə hər şey verir. Biz belə bir şirkətin içindəyik. Sevinç xanım bayaq bir yaxşı söz dedi ki, nə vaxtsa yəqin bunun da vizyonunu qurmuşam. O məsələyə aid bir dənə bir şey deyim. Vüqar müəllim həmişə deyir ki, mən uşaq idim. Uşaq olanda mən deyirdim ki, mən heç vaxt müdürlü işdə işləyə bilmərəm. Mənim öz işim olacaq. Atalar sözdə var da, niyyətin hara, mənzilin ora. Həqiqətən də, yəni insan gərək yaxşı şey. Biz niyə deyirik ki, düşüncələrinizi idarə eləyin. Negativ fikir gələndə onu mütləq kəsin. Allah da sevmir negativ insanları. Allah pozitiv insanları sevir. Bizim Allahımız var da, yəni belə bir Allahı olan nəyin dərdini çəkməlidir ki, belə bir biznes bizə qismət eləyib, belə bir şirkət bizə qismət eləyib ki, biz gəlmişik, belə bir şirkətlə tanış olmuşuq, sağlamlığımızı burada əldə eləmişik, əzizlərimizin sağlamlığını burada əldə eləmişik. Day başqa nə dərdir? Sadəcə konkret bəlli addımlar var ki, bunu at, bu addımı at, götür. Всё. Bu qədər. Bu qədər sadə. Sadəlik qorxudur da bəzən insanları. Yəni, baxın, bu biznesa qeyri-ciddi yanaşmayın. Xanımlar və bəylər, ciddi yanaşın. Bax, yenə deyirəm, həmin təlimlərə mən qızlara dedim ki, ona mütləq yaxşı-yaxşı baxın, yaxşı-yaxşı baxın. Və düşünərək, yəni, məsələn, 3 dənə cümləyə qulaq asın, bir dənə videonu saxla, fikirləş ki, burada, məsələn, nə demək istəyirdi? Heç mənim videoma baxmayın, elə açın Joe Fabregas'ın öz videosuna baxın. Yəni, mən onun o treninqi əsasında o təlimi hazırlayıb keçmişəm. Fuad müəllim məni hazırlamışdı o təlimi keçəndə. Elə baxın onun öz videosuna. İstəyirsiniz mənim videoma, Zoom-a baxın. Yəni baxın. Baxın, təhlil eləyin, düşünün üzərindəki mənim hardadır o bir söz var, qarın ağrım hardadır, mənim dərdim, problemim hardadır. Tapın onu həll eləyin, onu müalicə eləyin. Bugün bu qədər uğur qazanan insanlar varsa, deməli artıq o çətinlikləri keçib bu insanlar. Çətinlik bir yerə qədər olur da. O oranı ki, keçdiniz və salam. Yollar açılır. Belə. Kimin sözü, sualı var bu mövzuya aid? Sualları olanlar buyursun. Açsın mikrofonlarını, yaxşı olar ki, hətta görüntülərini və suallarını versinlər. Ya Allah. Hamı hər şey bilir maşallah. Yoxdur sual. Neyniyək onda yekunlaşdıraq? Xanım, Rəhlə xanımın sualı var orada, zəhmət olmasa video ilə bağlı yazıbdı. Ona baxardınız. Rəhlə xanım, Joe Fabregas. Zoom'da 2023 ya 24-cü ildə idi. Mən də keçmişəm də bu təlimləri. İstəsəz atarıq qrupa. Hazır Zoom təlimləri var əlimizdə.
Hə, Rəhlə xanım, mənə yazarsız göndərərəm. Ya da общий qrupa ataram, oradan paylaşarlar. Hə, başqa sualı olan? Saat уже 11'e işləyib.